Buna bak. Evet, dünyada bu trend olub, kutuma kutu. Cicdillaq da bu dünya. Ne kadar gerizekalı kutuma kutu. Ne bilirsən, kutuma kutu ne deməkdir? Bəlkə götünə qoyum deməkdir. Bəlkə Hindistan dilində elə deməkdir, nə bilim, Bahasa dili, Bangladeş dilində. Bilmirlər elə sadəcə tembir xoşuna gəlir, tembir. Astagfirullahimurullah. Nə qarasa nə bunlara? Burada bir şey də göstərə bilərəm mən sizə, əslində qalsa. Onu da göstərim, yeri gəlmişəm, tapsam göstərəcəm. Buna bax, bu, biz türklər əvvəldən gicdillaq idik, yoxsa sonradan belə olmuşuq? Biz türklər əvvəldən geri zəkalı idik, sonra yoxsa bu İslam dinini qəbul edəndən belə olmuşuq? Ha? Qadan alim, başına dönüm sənin. Mən maraqlıdır ki, mənə hansı əsrdən, hansı eradan biz belə gicdillaq olmuşuq? Biz belə axmaq olmuşuq. Bizim hələ o birisi də var orada o. Şey də belli, Erdoğan da belli. Türklər deyir, hamı birləşdi Şah İsmailə qarşı döyüşdü, Səfəvlərə qarşı. Osman ilə Şah İsmailə qarşı xəyanət eləmədim. Xəyanət eləmədim Osman.